Əziz şagirdlər, bu dərsimizdə biz bu 8-in suallarına baxacağıq inşallah. Birinci sualdan hemen başlayaq. Verilənlərin aid olduğu dövlətin meydana gəldiyi ərazini müəyyən edin. Xilafətin zəifləməsindən sonra yaranmışdı. Bu deməli ya Sacilər ya da Şirvanşahlar ola bilər. İlk dəfə torpaqlarımızı birləşdirib, təbii demək ki, burada söhbət Sacilərdən gedir. Sacilər yaranıb Azərbaycanın cənub torpaqlarında. Bu hissə buradan yuxarı, yəni 2 olan hissə Kürdən şimaldır. 5 olan hissə Kürlə Araz çayırasıdır. Ümumiyyətlə bura şimaldır. 3 Gilan ərazisidir. Biz xəritədən bilirik ki, Gilan Azərbaycan deyil. Burada sadəcə 4 qalır. Deməli 4 mən işarələnmiş ərazi Azərbaycanın cənub torpaqlarıdır. Doğru cavab deyilir. İkinci sual, insanlar arasında bərabərsizliyin yaranmasının səbəblərindəndir. Əmək alətlərinin təkmilləşməsi və tayfa başçıları, ağsaqqalların istehsal olunan məhsulları mənimsəməsi. Bunlar bərabərsizliyin səbəbləri kimi göstərilə bilər. Varlı yoxsulun yaranması və dövlətin yaranması isə nəticə kimi götürmək olar. Deməli D, 1-2 doğru cavab. Üçüncü sual, Heydər Kavusoğlu və Yusif Sacıoğlu'na aid oxşarlıq deyil. Sacilər, Türk mənşəli Sacilər dövlətinin nümayəndəsi olmaq. Sacıoğlu dövlətin nümayəndəsi olsa da, əlbəttə ki, Heydər Kavusoğlu'nun Sacilər dövlətinə aidiyyəti yoxdur. Düzdür, hər ikisi Sacilər sülaləsinə mənsub olsa da. Cavab adı. 7-ci sual, 7-ci yüzillik. 4-cü sual, 7-ci yüzillikdə Azərbaycanda İslam dini yayılmağa başlamışdı, doğru. Və ilk ərəb xəlifələrinin yeritdiyi siyasət nəticəsində əhalinin güzaranı yaxşılaşmışdı, doğru. Ərəb xilafəti Azərbaycanda yaranmayıb. Babək Xürrəmlərə başçılıq etməyə başlayıb 9-cu əsrdə. Dövlətçi ənənələrimiz tamamilə son qoymuşdu. Tamamilə son qoyula bilməz. Son qoyulmuşdu 8-ci əsrdə Albaniyanın varlığına son qoyulmasıyla. Dolayısıyla burada 2 dənə cavab var. 1-2 D cavabı doğru cavab. Davam edirik. Hadisə nəticə əlaqələrini müəyyən edin. İslam dininin Azərbaycana yayılması nəticəsində Azərbaycanda dini inanclar meydana gəldimi? Xeyr. Vahid din yarandı. Şirvanşahlar dövlətinin yaranması nəticəsində dövlət ənənələrimiz əsası qoyuldu mu? Xeyr. Bu, deməli, Mannanın yaranması ilə baş verib. Xürrəmlər üsyanının baş verməsi nəticəsində ərəb orduları darmadağın edilibmi? Bəli, bir neçə ərəb ordusu bilirsiniz ki, hərəkat gedişatında darmadağın edilib. Yusif Sacıoğlu'nun Şirvanşahlara tabe etməsi nəticəsində Azərbaycan torpaqları birləşdirildimi? Bəli. 3-4 doğru, deməli, hadisə nəticə əlaqələri 3-4 də doğrudur. 3-4 nədir? Y cavabı doğru cavabdır. 6-cı sual, 9-cu əsrin birinci yarısına aid hadisələrə müəyyən edin. Yəni 801-dən 850-yə qədər. Azərbaycan ya dil əsarəti altında olması, bəli, ərəb əsarəti altındaydı. Və bir də Heydər Kavusoğlu'nun Xürrəmlərə qarşı mübarizə aparan ərəb ordusuna sərkərdə təyin olunması. Çünki 837-ci ildə elə bəz döyüş olub. Deməli, bundan əvvəl təyin olunub. 1-3 doğru cavab yedir. Davam edirik. 7-ci sual. Sxema uyğun düzgün cavabı müəyyən edin. Yusif Sacıoğlu Şirvanşahlar dövlətinin süquta uğratması. Xeyr, səhvdir. Yusif Sacıoğlu Sacilər dövlətinin əsasını qoyması səhvdir. Tiflis şəhərini tabe edib. İndi Heydər Kavusoğlu'ya baxırıq. Bəz uğrunda gedən həlləcə döyüşdə məğlub olubmu? Xeyr. Deməli, bu da deyil. Öz adından pul kəsdiribmi? Yusif Sacıoğlu, bəli. Heydər Kavusoğlu və digər Sacilər nümayəndələri hamısı Afşin ləqəbi daşıyırdı mı? Bəli. Deməli, burada doğru cavab D-dir. Davam edirik. 8-ci sual. Babəkin fəaliyyətlərinə aid deyil. 9-cu əsrin 40-cı illərində Xürrəmlərə başçılıq etməsi. Bəli. Çünki Babək 837-yə qədər orada Bəz qalasının tutulması var. 30-cu illərdə, 40-cı illərdə artıq Babək çoxdan edam edilmişdi. 10-cu yüzillikdə Şirvanşahlar dövlətinin cənub qonşusuydu. Şirvanşahlar bilirsiniz ki, şimaldadır. Cənub qonşusu onun Sacilərdir. Xəritədə görsənir. Ona görə də cavab burada D-dir. Davam edirik. 10-cu sual. 9-cu əsr Azərbaycan tarixinə aiddir. Babəkin Dərbənd yaxındakı Bəz qalasında Xürrəmlər hərəkatını başlatması səhvdir. Bəz qalası Dərbənddə deyil, Ərdəbil yaxınlığındadır. İlk paytaxt Ərdəbil olan Sacıoğlu dövləti ilk paytaxtı Marağadır. Ərəb xilafəti süquta uğramayıb. İslam dini yayılmağa başlayıb 7-ci əsrdə dövlətçi ənənələrimiz bərpa edilib Şirvanşahların yaranması ilə. 11-ci sual, Azərbaycanda daş dövrünə aid adı buraxılmış ifadəni müəyyən edin. Deməli, Çotan artıq bu dəmir dövrüdür, Xış Tunc dövrüdür, dəmirin kəşfi Tunc dövrüdür, süni suvarma Tunc dövrüdür, ilk dəfə saxsı qabların hazırlanması, bəli, bu daş dövrüdür. 12-ci sual, Şirvanşahlar və Sacilər dövlətini Eyler-Venn diaqramda müqayisə etmək lazımdır. Tiflis öz tərkibinə qatması bu Sacilərə aiddir. İran körfəzindən birbaşa çıxışın olması heç birinə aid deyil. Kürd çayından şimalda yaranması bu Şirvanşahlara aiddir. İlk paytaxtın Urmiyə görə yaxınlığında olması bu Sacilərə aiddir, söhbət Marağadan gedir. Və ərəb xilafətinin zəifləməsi nəticəsində yaranmaq da hər ikisinə aiddir. Ona görə 1 olur C, 2 olur
Deməli 1 olur C, 2 olur AD, 2 olur AD, 3 olur Y. D cavabı düz cavabdır. Gəlir 13-cü suala. Atropatena dövləti Albaniya dövlətinə aid oxşarlıqdır. Hər ikisinin oxşarlığı nədir? Sərhədlərinin Araz çayına çatması. Birinin şimal sərhədlərinin, birinin cənub sərhədlərinin. Davam edirik. 14. Ərəb xilafətinin zəifləməsindən sonraki dövrə aid olanları müəyyən edin. Deməli, Ərəb xilafətindən zəifləməsindən sonraki dövr İslam dini Azərbaycana yayılması xeyr, bu əvvəl olub, olmaz. Azərbaycan ərəb əsarətinə qarşı üsyanlar başlaması, bu da əvvəl olub. Dərbənd şəhəri Şirvanşahların tərkibinə daxil edilib əvvəl, daha sonra. Çünki Şirvanşahlar dövləti yaranıb xilafətin zəifləməsindən sonra. Deməli, Dərbənd də daha sonra Şirvanşahların tərkibinə daxil edilib. Ona görə bu üçü götürürük. Dərbəndin qapılar qapısı adlanması Ərəb xilafətinin tutulmasından sonra başlayıb Dərbəndi. Bu isə 7-ci əsr deməkdir. Yəni 7-9 arasında xilafətin zəifləməsindən əvvəl Azərbaycan şəhərlərinin zərbxanaların fəaliyyət göstərməsi bəli. Sazilər dövründə bilirik ki, zərbxanalar var idi. 3-5 B cavabı doğru cavabdır. Davam edirik. 15-ci sual Azərbaycan Ərəb xilafətinin hakimiyyət dövrünə aid deyil. Yəni 7-9-cu əsr olmasın. Burada nə olacaq? Yerli əhali torpaqları ilə alınırdı. Ərəb əsarətinə qarşı başçılıq edildi hərəkatı Babək. Afşini Xürrəmlərə qarşı mübarizə aparıb, əhalidən alınan vergilər artırılıb. İslam dini yaranması Azərbaycanda baş vermir, bəli. İslam dini Ərəbistanda yaranıb. D cavabı. Davam edirik. 16-cı sual. Bəhs olunan qədim yaşayış məskənini müəyyən edin. Açıq Səma Muzeyi ilə anılır ki, söhbət Qobustandan gedir, yəni Bakı yaxınlığında. Ona görə burada cavab 1-dir. 17-ci suala gəlirik. Şirvanşahlar dövləti 12-ci əsr hadisələri verilib. Bizə qalır 16-cı əsri tapmaq, diqqətli olmalıyıq. Sacıqlardan asala düşmək 10-cu əsrdir. Şeyx Heydərə qarşı mübarizə 15-ci əsrdir. Səfəvlərin asılına düşməsi cavab C idi. Ağqonlu ilə müttəfiq əlaqələrin yaradılması 15-ci əsrdir. Şeyx İbrahim tərəfində olması 15-ci əsrdir. Ona görə də cavab C-dir. Gəlir 18-ci sual. Aşağıda neçə doğru fikir verilib? Afşin xilafət ordusuna komandanlıq edirdi, bəli. Sonra Babək Ərəb xilafətinə rəhbərliyi təklif edilmişdi, xeyr. Yadelli əsarətinə qarşı ilk üsyan Babək rəhbərliyi edir, xeyr. Ondan əvvəl üsyanlar olub. Bəz döyüşündən sonra Babək mübarizəni davam etdirmək istəyirdi, bəli. Amma xəyanət nəticəsində bilirsiniz ki, əsir götürülür. Dolayısıyla burada neçə doğru fikir var? 2 doğru fikir var. B cavabı doğru cavabdır. Davam edirik. 19-cu sual. Şirvanşahlar dövlətinin mövcudluğu dövrünə uyğun gələn hadisə verilmişdir. Neçə hadisə verilmişdir? Yəni 9 və 16-cı əsr arasındakı hadisələr hansılardır? Yusif Sacıoğlu adından pul kəsdirməsi düzdür. Xürrəmlər hərəkatı ola bilməz, Şirvanşahlardan əvvəl olub. Bəz qalasının inşası ondan daha əvvəl olub. Xristianlıq dinin yaranması yaramızın əvvəllərində olub. O da olmaz. Dərbənd şəhərinin ərəb qoşunları tərəfindən tutulması, o da Şirvanşahlardan əvvəl olub. Ona görə də burada cəmi bir doğru cavab var, A cavabı. 20-ci sual 9-cu əsr Azərbaycan tarixinə aiddir. Albaniyada ərəb işğalına qarşı mübarizənin aparılması. Xeyr, Albaniya deyə bir dövlət yox idi artıq. Şimal və cənubda yeni bir dövlətin yaranması, bəli. Azərbaycan şimalında Şirvanşahlar, cənubunda Sazilər dövləti yarandı. Babək ərəb ordusuna rəhbərlik edə bilməz. İslam dini Azərbaycanda yayılmağa başlayıb 7-ci əsrdə. Arazdan cənubda ilk dəfə xilafətin hakimiyyəti altına düşməkdə, bu da 7-ci əsrdə. Gəlir 21-ci suala, hansı ifadənin aşağıda izahı verilməmişdir? 7-ci əsrdə ərəb dövlətini idarə edən şəxs xəlifə. Qədim dövlətimizin paytaxtına verilən ad padşah şəhər. Vizirtuya verilib. Yadelli işğalına qarşı mübarizə aparan hərəkat, Xürrəmlər, ərəblərin Dərbənd şəhərinə bildikləri ad qapılar qapısı. Xilafət, yəni ərəb dövlətinin burada adı verilmir, ifadəsi verilmir. A cavabı. Və keçirik açıq suallara. Xürrəmlər hərəkatının nəticələridir. Xürrəmlər Azərbaycanın müstəqil dövlətin əsasını qoydu, xeyr. Ərəb xilafəti zəiflədi, bəli. Və hərəkat amansızlığa yatırıldı. Afşin yeni bir dövlət qura bilməz, ona görə burada 2 və 4 doğru cavabdır. Davam edirik 23-cü sual. Şirvanşahlar dövlətinə aid deyil. Araz çayından şimalda yaranıb aiddir. Paytaxtlardan biri mühüm liman şəhəri Bakı aiddir. Azərbaycanın şimalında yaranmış ilk dövlət olması aid deyil. Çünki Albaniyadır. Uzun ömürlü dövlət olması bəli, aiddir. Və ərəb xilafətinin süqutu nəticəsində olmaz, zəifləməsi nəticəsində. Ona görə də burada cavab 3 və 5-dir. Davam edirik 24-cü sual. Xronoloji aracılığı müəyyən edin. Deməli, birinci burada Xürrəmlər hərəkatı yatırılmalıdır. Daha sonra Şirvanşahlar yaranmalıdır və deməli, Sazilər yaranmalıdır. İlk paytaxtı Marağa, daha sonra paytaxtı Ərdəbilə dəyişdirilməlidir. 2-3-1. Və sonuncu sual, uşaqlar, uyğunluğu müəyyən edin. Daş dövrü, Tunc dövrü və verilmiş dövrlərə oxşar cəhətdir. İlk əmək alətlərinin hazırlanması təbii ki, bu daş dövrüdür. Xış alətinin tətbiqi nəticəsində məhsuldarlığın azalması ifadə yanlışdır, məhsuldarlıq artıb. Əmək alətlərinin təkmilləşməsi hər bir dövrdə baş verib. Əmək alətlərinin yalnız daşdan olması, bu da yanlış ifadədir.
Sub kanal və arxların istifadə edilməsi də təbii ki, tunc dövrüdür. Ona görə də 1 olur A, 2 olur Y, 3 olur C.